Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 33-cü sualda verilib ki, ABC üçbucağında bucaq A, bucaq B cəmi 110 dərəcədir. Bucaq A, bucaq C cəmi 130 dərəcədir. Bizdən ən sonda baxın bu bucaq A-nı soruşur. Bucaq A-ya bir alfa deyək, B-yə beta deyək, C-yə də gamma deyək. Birinci nəyi qeyd edək? Öyrənmişik ki, alfa plus, beta plus, gamma üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəni qeyd etdik. İkinci bir hal nədir? Bucaq A ilə bucaq B-nin cəmi bizə nə verib? 110 dərəcə. Yəni alfa ilə betanın cəmi bizə verib 110 dərəcə. Və bucaq A ilə bucaq C-nin cəmi, alfa ilə qammanın da cəmi bizə verib deməli 130 dərəcə. Əla. Biz indi nəydən istifadə edək? A plus B cəmi burada var. Birinci şərtimizdə də gətirib yerinə yazsam 110 dərəcəni. Çünki alfa plus beta neçə verib? 110 dərəcə. Burada yazsam 110 dərəcə üzərinə gəl qamma bərabərdir 180. Buradan qammanı tapıram ki, qamma 70 dərəcədir. Əla. Deməli, qamma olacaq 70. Qamma 70 dərəcə tapdımsa, gəlib alfanı da taparam. Alfa plus 70 dərəcə bərabərdir 130-a. Artıq alfanı tapıram 60 dərəcə. Çox gözəl. Alfa oldu 60 dərəcə. Vəssalam. İndi üçbucağın daxili bucaqların şərtini yerinə yazsam, alfanı tapmışam 60, qammanı tapmışam 70. Deməli, buradan betanın da yerinə nə yazmalıyam? 50 dərəcəni yazmalıyam ki, 180 dərəcəni ödəsin. Deməli, beta da 50 dərəcəymiş. Bizdən nəyi soruşmuşdu? Alfa bucağın. Yəni A bucağın, yəni alfanı. Baxın, 60 dərəcə.